Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, Biləcərdə 202-92 marşrutlarından hardasa 150-200 metr məsafədə 3 otaqlı bir kirayədə olan bir evdir, hörmətli izləyicilər. Ev sahibi verib, indi hal-hazırda satışa çıxarıb. Nəzərinizə çatdırım kreditlər də verilir bu ev. Nağdi qiymətə də satılır. Həyətyanı sahəsidir, maşın girməsə də paltar sərməyə həyəti var. Gördüyünüz kimi yüngülvari həyəti var, oturmaq üçün belə. Gördüyünüz kimi həyətində bir ağacı, kölgəli icadı hamısı qaydasındadır, hörmətli izləyicilər. Keçən il evin içi ilə tanış olaq. Sanitar qovşağı hamısı həyətindədir. Bunu da nəzərinizə çatdırım, hörmətli izləyicilər. Bura sanitar qovşağıdır, hamamdır. Evə kosmetik xərc lazımdır. Yəni nəzərinizə çatdırım. Keçirik evin içi ilə tanış olaq. Buradan birbaşa zala daxil oluruq. Zal gördüyünüz kimi, hörmətli izləyicilər, genişdir, ürək açandır. Yeri yaxşı yerdir, nəmişlik olmayan ərazidə yerləşir. Burada birbaşa mətbəxə daxil oluruq. Gördüyünüz kimi, bura mətbəx hissəsidir. Mətbəxi də genişdir. Kosmetik xərciyə ehtiyac var, hörmətli izləyicilər. Nəzərinizə çatdırım. Burada bir geniş yataq otağıdır. Hardasa 4-ün 5-ə 20 kvadratlıq bir yataq otağıdır. Bu evi deməli kirayədə də hal-hazırda. Amma bu evi kreditlə də vermək olur. Daxili kredit deyək də. Ev sahibi daxili kredit. Burada hardasa 4-ün, hardasa təxmini bir 5.50, 4-ün 6-ya geniş otaqlıdır. Evi vermək üçün yəni normal təmirə ehtiyac var, kosmetik xərciyə ehtiyac var. Hörmətli izləyicilər, kimlərsə evini satmaq istəyirsə 055 389 38 08 nömrəsi ilə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da seç al əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Demək, evin yenə qeyd edirəm, kreditlə də verilir. 60 mindir. İlk ödənişdə yenə gəlib ev sahibinə danışa bilərsiniz. 30-35 min ilk ödəniş verib daxil kreditdə də sala bilərsiniz. Nağdıda da indirim olacaq 60 mindən. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alanı da xeyir versin, Allah satana da. Amin.